لله الحمد لله الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور انفسنا ومن سيئات اعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له نشهد ان لا اله الا الله وحده لا شريك له نشهد ان سيدنا محمدا عبده ورسوله اللهم صل وسلم على سيدنا محمد وعلى اله واصحابه اجمعين اما بعد فيا عباد الله اتقوا الله واطيعوه ان الله مع الذين اتقوا والذين هم محسنون. Muhterem Müslümanlar, bugünkü mövzumuz vətənpərvərlik. Vətən sözü ərəbcə olub, lüğətdə məskunlaşmaq, bir yeri yurt qərar vermək, özünü bir şeyə öyrəşdirmək mənalarına gəlir. Klasik lüğətlərdə və əbədi mətinlərdə bir şəxsin doğulduğu, məskunlaşdığı, yaşayışını təmin etdiyi və yaşadığı yer şəklində tərif edilir. Bir yerin vətən sayıla bilməsi üçün həmin məkanda yaşayan, oranı yurt yeri qərar verən insanların həmin ərazi uğrunda könüllü olaraq canlarını və mallarını fəda etməsi lazımdır. Məhz o zaman həmin yerə vətən deyilir. Türk şairi İlhaq Camal Bunday 15 ili qarşılarkən şeirində bunu çox gözəl ifadə etmişdir. Bayraqları bayraq yapan üstündəki candır. Torpaq uğrunda ölən varsa vətəndir. Dəyərli müsəlmanlar, vətənpərvərlik bir şəxsin öz vətəninə və xalqına sədaqət və məhəbbəti, onun yolunda istənilən fədakarlığa hazır olmasıdır. Bu məsələdə ən gözəl nümunə Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm idi. Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm öz vətəninə sonsuz dərəcədə bağlı idi. Mədinəyə hicrət edərkən üzünü Məkkəyə tutub dediyi sözlər Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin doğulub boya başa çatdığı vətəninə qarşı olan məhəbbətini aşkar şəkildə göstərir. Ey Məkkə, Allaha and olsun ki, mən səndən ayrılmaq məcburiyyətində qaldım. Şübhəsiz sən dünyada Allaha ən əziz olan məkansan. Allahın sənə qarşı xüsusi lütfləri var. Allaha and olsun ki, sənin xalqın buradan məni çıxmağa məcbur etməsə idi, qətiyyən səni tərk edib başqa yerə addım atmazdım. Həzrət Əlidən radiyallahu ta'ala anhu nəql edilən bir hədisdə belə söylənir. İnsanın ömrünün keçəninə ağlaması, vətəninə bağlılığı və köhnə dostlarını qoruması onun ali cənablığındandır. Başqa bir kəlamında isə İmam Əli radiyallahu ta'ala anhu buyurur, ölkələr vətən sevgisi ilə abad olar, deyə buyurur. Əziz müsəlmanlar, Azərbaycan xalqı vətənpərvərlik, yəni torpağa, elə, yurda, vətənə bağlılıq, onu sevmək və müdafiə etmək dəyərləri ilə fərqlənir. Xalqımıza məxsus şifahi və yazılı ədəbiyyat nümunələrində, epos və dastanlarda vətənpərvərlik mövzusu mühüm yerlərdən birini tutur. Kitab-ı Dədə Qorqud dastanının bütün boylarında qarşıya qoyulan əsas məqsəd vətəni qorumaqdır. Və onun bütövlüyünü xarici və daxili düşmanların sarsıntılarından müdafiə etməkdən ibarətdir. Oğuz elinin igidləri məmləkətin talan olunmaması, Türk gəlinin, oğul uşağın əsir düşməməsi üçün daim onun keşiyində durmuş, ölkənin bol sərvətinin talan, viran edilməməsi üçün xarici müdaxilələrə qarşı daim hazır vəziyyətdə dayanmışlar. Azərbaycan şairləri öz əsərlərində vətənpərvərlik duyğusunu tərənnüm etmişlər. Məsələn, dahi şairimiz və mütəfəkkirimiz
Nizami Gəncəvi poeziyasında xüsusi yer tutan əxlaqi keyfiyyətlərdən biri də vətənpərvərlikdir. Müasir şairlərimizin yaradıcılığında da vətənpərvərlik duyğuları qabarıq şəkildə özünü hiss etdirir. Məsələn, Vahidin vətənə dair gözəl şeiri var. Buyurur ki, mən əsir eşkiyəm, öz xalqımın, öz yurdumun, sevməyən öz xalqını, öz yurdunu divanədir. Oy vətən daim işıqlansın, gözəl bir şəm tək, gönlüm o şəmin ziyasını seyr edən nəsildə mənsub olduğu məkana münasibət hisslərini gücləndirmək məqsədi daşıyır. Şeirin hər misrası oxucunu vətəni böyük məhəbbətlə sevməyə, onu candan əziz tutmağa çağırır. Dəyərli möminlər, vətənpərvərlik insanların öz ölkəsinə münasibətini xarakterizə edən əxlaqi prinsipdir. Buna həm də vətən sevgisi deyirlər. Əziz qardaşlar, vətənpərvərlik yalnız sözdə deyil, əməldə də olmalıdır. Vətəni sevmək, sinə fəsaddan uzaq durmaqdır. Torpağı uğrunda canından keçən şəhidlərimiz vətən sevgisinin ən uca nümunəsini göstərmişlər. Onların fədakarlığı sayəsində xalq rahat və təhlükəsiz yaşayır. Kəndlərə rəhmət oxumaq, qazilərə hörmət etmək hər birimizin borcudur. Bugün bizlərə düşən vəzifə vətəni yalnız müharibədə deyil, sülh dövründə də qorumaqdır. Elm öyrənən alim, ədalətlə işləyən hakim, vicdanla çalışan müəllim, halal qazanan tacir, hamısı vətənə xidmət edir. Uca Allah Quranda buyurur, yaxşılıq və təqva üzərində bir-birinizə kömək edin. Maidə 2. Elə isə gəlin birlik, həmrəylik və qardaşlıq içində olaq. Çünki parçalanan millət zəifləyər, hər bir olan millət isə güclü olar. Gəlin güclü olaq. Ələ. إن أحسن الكلام فأبلغ الميزان كلام الله الملك الحكيم الله كما قال السلام فإذا قرئ القرآن فاستمعوا له فأنتم لعلكم ترحمون أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إن الدين نظام الإسلام صدق الله العظيم حتى من الذنب كمن لا ذنب له فاستغفر الله على ذنب أعوذ به تسأل الله أن يجعل